Demek bu ancak küçük şeyler aktar. Ya, onların pis axtarır. İyini tanımaq üçün. Hamıya salam, çevrədəki canlar marafonumuz davam eləyir. Marafonumuzun və ölkəmizin bugünkü qonaqları Çindən gəliblər. 大家好，朋友们。我不想一辈子让人踩着脚下。你以为我是臭氧贩子？ Təbii ki, bu zarafatdır. Düzdür, ölkəmizə Çindən gəliblər, amma ki, Çinli deyillər. Bugünkü qonaqlarımız Mehdi və ortaq dostumuz Elçundur. Amma baş qəhrəmanımız gördüyünüz kimi Malışdır. Mehdi, əvvəla xoş gəlmisiniz verilişimizə və ölkəmizə də. Çox sağ ol. Dostum və özün haqqında qısa məlumat verərsən, zəhmət olmazsa. Mənim adım Mehdi, videomuzun qəhrəmanı Malışdır. 5 yaş yarımdır. İyulun 13-ü 6 yaşı tamam olur. Çindən gəlmişik. Malış bu yaşadək Azərbaycanda olmamışdı. İlk dəfədir, bir ayda Bakıdadır. Necə oldu ki, it almaq həvəsinə düşdün? İt alma həvəsi əslində məndə uşaqlıqdan var idi. Mən uşaqlıqdan istəyirdim ki, itə sahiblənim, it sahibi olum. O da elə bir ərəfəyə gəldi, çıxartdı ki, 2020-ci il idi, koronavirus yeni yaranmışdı. Videolarda, mediada, internetdə görürdük ki, insanlar ölür, xəstələnir, dəhşət bir virusdur, dünyanın sonu gələcək, elə bir ab-hava yaranmışdı. Və düşündüm ki, mənim arzularım var, bir arzum da it sahibi olmaqdır. Əgər bu günləri mənim imkanım varsa itə sahiblənim, niyə arzumu yerinə keçirməyim və düşündüm ki, itə sahiblənim. Sırf niyə Border Collie? Əslində seçim elə deyil idi sırf Border Collie. Yəni itə sahiblənməmişdən öncə mən başladım maraqlanmağa. 2-3 ay mən yalnız internetdə məqalələr, YouTube-da videolar, it sahibləri ilə danışdım, kinoloqlar axtardım ki, itə sahiblənməmişdən öncə harada təlim keçəcək, dərs keçəcək və baxdım ki, yəni adi bir insan kimi düşündüm ki, ən ağıllı it hansıdır? Siyahıda birinci nömrə Border Collie idi. Təbii ki, düşünürəm ağılsız it yoxdur, sadəcə təlimsiz, tərbiyəsiz it var, belə kovu desək. Hətta məncə tərbiyəsiz və belə təlimsiz sahib var. Bəli, Çünki məlumatsız sahib var ki, məlumatı yoxdur, ümumiyyətcə iti hansı komandaları necə, hansı formada vermək lazımdır və necə davranmaq lazımdır. Biz əgər itlə danışırıqsa, insanlara fikir versəz, bilməyən adamlar öz dilində yox, başlayır artıq başqa bir dildə danışsın itlə ya və yaxud da başqa bir heyvanla ki, düşünür ki, o başa düşəcək. Başlayır sadəcə dillə danışmağa. Amma reallıq onu göstərir ki, o bizim dilimizə başa düşmür. Biz öyrənib onun dilini başa düşə bilərik. Söz və qüvvət, mən də məsələn uşaqlıqda elə fikirləşirdim ki, əsas da belə də deyə alman qurtları da fikirləşirdim ki, rus dilinə daha yaxşı başa düşürlər. Hətta bir ara mən də almaq istəyəndə, it almaq istəyəndə oturmuşdum, sırf verəcəyim komandaların sözlərini xüsusilə əzbərləmişdim ki, yəni rus dilində komanda verim. Elə bilirdim ki, daha rahat və daha tez qavrayır, amma sonra sənin söz və qüvvət ki, görürsən ki, bunlar jestlərlə və necə deyirlər, hansısa bir şeylərlə, şərti qısa sözlərlə məncə şey deyirlər. Əslində jest, söz və yaxud da başqa bir hərəkət heç bir it üçün önəm daşımır. Sadəcə olaq stabillikdir. Əgər sən həmən sözü, həmən jesti, hərəkəti hər dəfə eləyəndə və yaxud da deyəndə ondan nə tələb eləyirsən, onu eləyirsən və hər dəfə onu təkrarlayırsansa, artıq it ona öyrəşir. Yəni orada söz və yaxud da jest fərq eləmir. Bir də dostlar, Elçun burada niyə olduğunu bildirmək istəyirəm. Elçun belə bir xüsusiyyəti var. Normalda daha çox belə təmizlik həvəskarıdır, belə deyim də, təmizlik tiki olan biridir. Adicə nəyəsə əli dəyirsə, tez başlayır təmizləməyə. Bu da ona mane olur. Heyvan sevgisi var. Çox xoşlayır məsələn heyvanlardan, amma toxuna bilmir onlara. Necə oldusa, necə baş veribsə, indi onu özündən soruşacağam. Bu Malışa qarşı xüsusi bir sevgisi və belə yanaşması var. Demək olar ki, Azərbaycanda Malışın ən yaxşı dostu Elçundur. Elçun özündən soruşmaq istəyirəm ki, Elçun, bu Malışın o birisi itlərdən fərqi nədir də sənin üçün? Niyə bu cür yanaşırsan? Həm Malışın təmizliyinə bələdəm, həm də ki,
Bunda elə bir şirinlik var ki, adam toxunmamaq olmur da yəni. O düz deyir ki, şirinliyin çox qəribə siması var. Düzdür, indi müəyyən itlər var ki, daha belə sərt baxırlar. Balaca cinslər var ki, daha belə şirindilər. Amma bu malışın xüsusi belə şeyliyi var, şirinliyi var. Bəlkə də bizim ölkədə azdır border collie. Ona görə bəlkə də bizə belə öyrəşməmişik deyə daha belə maraqlı gəlir. Amma Elton demiş, malışın xüsusi şirinliyi var. 2, 1, tamam at. Əhməd, başı getdi bunu. Necə söndürür? Ağlayan görüm təkərə düşdü. Bildiyim qədərdən müəyyən şeyləri bilir bu dəqiqə hazır vəziyyətdə. Onları hansısa bir təlim keçmisən yoxsa? Bəli, indi onu ətraflı açıqlayacağam. Buradan əziz izləyicilərə bildirmək istəyirəm ki, sizdən 3 şey xahişim var. Kanala abunə olun, bəyənmə düyməsini basın və şərh yazın ki, bu bizim kanalımızın irəli getməsinə çox dəstək olur. Təlimlər necə başladı? Yəni mən dediyim kimi, Malışa sahiblənməmişdən öncə mən bir müəllim tapdım. Düzdür, komandaların çoxsunu rus dilində icra eləyir, rus dilində başa düşür. O da nə ilə bağlıdır? Həmən kinoloq müəllimi rus idi. Yəni Sankt-Peterburqda yaşayırdı, internetdən tapmışdım, onlayn dərs keçirdi. Əslində kinoloqlar itə yox, sahibinə dərs keçir. Səni öyrədir. Yəni mənim təcrübəmdə belə idi. Düzdür, Bakıda rastlaşırsınız ki, iti versən hansısa təlimxanaya onu öyrədirlər, sonra sənə qaytarırlar. Bir ay təlim keçdi, təlimçinin komandalarını icra eləyir, amma mənim komandalarımı icra eləmir. O nə ilə bağlıdır? Yəni, əgər mümkünsə, siz özünüz o təlimi keçin, ondan sonra iti öyrədin. Yəni, mən bunu tövsiyə bilirəm. Çünki komanda verməyin də bir təri var, növü var. Siz o sözləri bilə bilərsiniz, amma sadəcə onu necə icra elətdirmək, onu yalnız kinoloq başa salacaq və özünüz iştirak eləsəz, daha da yaxşı nəticələr əldə edəcəksiniz. İtlərin yaşayış tərzi belədir ki, siz itsə sahiblənmək istəyirsinizsə, sizdən çox xahiş edirəm. Bir, öz yaşayış tərzinize baxın. Ondan sonra öz yaşayış tərzinizə itə sahiblənin. Yəni, tutaq, border collie aktiv itdir, günə minimum 3 saat hərəkət tələb edir. Amma siz səhər çıxırsınız, işə gedirsiniz, axşam gəlirsiniz, yorğun, gəzdirməyə vaxtınız yoxdur, sadəcə 15 dəqiqə vaxt ayırırsınız, çölə çıxardırsınız. Onunla kifayətlənməyəcək və itlər psixoloji sarsıntı keçirəcək, problemlər yaranacaq itdə. Mənə çox maraqlıdır, məncə tamaşaçılar üçün də maraqlı olacaq da, yəni Çində yaşayırsan. Orada heyvan saxlamağın nə kimi çətinlikləri var ya da orada hansı xüsusi qaydalar var ki, yəni onları eləmək olmaz. Bizdə bildiyim qədərindən, yəni xalq indi düzdür biz belə gəzdiririk, amma kənardayıq və təlimli it olduğuna görə, məsəl üçün kənardan görürsə, başqa itlər hürsə də bu heç reaksiya vermir. Ancaq öz sahibinin komandasını gözləyir. Orada necədir? Yəni açıq şəkildə gəzdirmək, yəni nə kimi qaydalar var Çində? Çində bölgələrə uyğun qanunlar fərqlidir və şəhərlərə də uyğun qanunlar fərqlidir. Mən yaşadığım şəhərdə, Guangzhou şəhəri adlanır. Orada mütləq çıxırsansa ictimai yerə xalta ilə gəzməlisən. Düzdür, parklarda, belə parklarda gəzmək olar xaltası, yəni ilişən olmur. Amma ictimai yerlərdə mütləq xalta olmalıdır. Bu birinci növbədə. İkinci növbədə siyahı var ki, hansı itləri şəhərdə saxlamaq olar, hansılarını şəhərdə saxlamaq olmaz. Məsələn? Məsələn, böyük itlərdir əsasən. Yəni, Dobermandır, Rottweilerdir, bu tipdə böyük itləri olmaz. Məncə Dog Argentino var ki, bir çox ölkədə qadağası olunub. O mən olduğum şəhərdə megapolis olduğuna görə elə tipdə itlər qadağadır. Amma biraz qıraq yerlərdə, kənd kimi yerlərdə
nə növ istəsən saxlamaq olar. Yəni orada biraz qaydalar daha yumşaqdır. Yəni avtobusa filan, yəni ümumi Yox, nəqliyyata ictimai nəqliyyatda xeyr, icazə vermirlər. Yalnız çantası olsa, çantaya qoyub elə o formada keçirtmək olar. Yəni, Amma bu boyda, xalta bu ilə böyüklükdə iti də yenə çantaya hə, qoyur. çanta bəli qəfəslər var, təkərli qəfəslər. Ondan və yaxud da bunun bir çantası var, belə paltar kimidir, jiletdir, bəlkə də görmüsünüz, geyindirsiniz. Əli ayağı qalır çöldə belə. Amma o keçirsiniz. məncə itin özü üçün də şeydir. O bir rahat deyil, stressli amma müvəqqəti dözə bilir. Yəni olub, təcrübə olub, aparmışam. Hə. Məsəl üçün ticarət mollarına girəndə, bəli, nəqliyyat vasitəsindən istifadə edəndə ictimaidən olur. Bir də bir şey vurğulamaq istəyirəm. Mehdi biz əvvəl danışanda çox maraqlı bir təklif var. İstəyirəm özü versin o təklifini. İt sahiblərinin əksəriyyəti iti idarə edə bilmirlər və itə bələd deyillər. İstəyərdim, arzumdur ki, təbii ki, iti almamışdan öncə bir kurs keçsinlər. Əgər o kursu uğurlu keçsə, ona bir lisenziya versinlər ki, artıq bu itə sahiblənə bilər. Necə avtomobili idarə etməmişdən öncə biz gedirik, imtahan veririk sürücülüklə. Sürücülük imtahan veririk ki, keçsək artıq avtomobili idarə edə bilər. İtlər də elə. Çünki qarşıma o qədər elə hadisələr gəlib ki, iti yiyəsi gəzdirir xalta ilə, hətta belə. Başqa it yaxınlaşanda özündən də balaca it. Qorxur, üzünü çevirir bir qadın idi. Qorxdu belə buraxdı öz itini. Yəni idarə eləyə bilmir. İt qaçdı, çıxdı, getdi, orada başqa bir itlə dalaşdı falan, amma yiyəsi idarə eləyə bilmir. Bu əslində çox təhlükəlidir. Mənim məsəl üçün baxın bir zəhmət olsa bu itləri də nümunə kimi gətirə bilərik. Mənim təcrübəmdə belə bir şey var ki, əgər siz xaltasız it görürsünüzsə, əks hallarda, yəni 100% deyə bilmərəm, əks hallarda yiyəsi o itə bələddir. Onu tam kənardan, xanım görsəz, yəni çəksək onu, görəcəksiniz ki, tam kənardan idarə eləyə bilir və ona bələddir, rahatdır. Amma xalta ilə gəzən itlərdən daha çox qorxmaq lazım. Yəni, mən təcrübəmdə bu olur. Heç vaxt xaltasız gəzən itlə problem yaşamamışıq. Yəni, düzdür, onda belə çıxır ki, xüsusi kateqoriya olmalıdır heyvan sahibləri üçün. Necə məsələn, motosikl idarə eləyəndə A kateqoriyası, B, C, heyvanları da sahiblənmək üçün xüsusi kateqoriya. Biz bu təklifi irəli sürürük. İnşallah ki, təklifimizi nəzərə alarlar.